Və Ramazan bilin ki, yəni heç də imtina ayı deyil. Necə ki, bəziləri elə başa düşür ki, Ramazan imtinadır ancaq yeməkdən, içməkdən, şəhvətdən. Əslində Ramazan ayı Tohid ayıdır. Tohidin elanıdır. Və elə bir elan ki, hərflərlə yazılmır vərəqlərə. Bu elan yazılır aclıqla, yazılır susuzluqla, yazılır insan adət etdiyi əməlləri tərk etməklə, özünü sındırmağı ilə, yazılır xəlvəti ilə. Çünki bu elə bir ibadətdir ki, səni bunda Allahdan başqa heç kim görmür. Daxil ola bilərsən mətbəxə, qabağında su ola bilər, yemək ola bilər və heç bir nəzarətçi də yoxdur ki, səni nəzarətə götürsün və ya səni izləsin. Lakin bu ilə yanaşı imtina edirsən. Nə içirsən, nə yeyirsən, yaxın da düşmürsən, fikrindən də keçmir. Ona görə düşünəndə ki, nə mane olur sənə, hansı hökmdür sənə mane olan, hansı hakimdir sənə mane olan, hansı nəzarətçidir, görsən ki, Allahdan başqa heç kim yoxdur.